Dostlar, hamıya salam. Sizinlə bugün Nanul ASMR'dir. Məndən pizza istəyənlər, əlbəttə ki, etdik. Ay ay ay, gözəlliyə baxın. Bu da şəkil üçün belə pozlar. Təzə-təzə sobadan çıxıb. Mm. Mən də bilirsiniz. Bilmirsiniz, amma ki, pizzanı ancaq ayranla sevirəm. Necə də dadlıdır. Altı pişib, hər şey super. Möhtəşəm. Deməli, bu günlərin nə haqqında danışacağam? Burada salatlı xiyar, pomidor, smetan. Nəsə ürəyim elə istədi. Bilirəm. Pizza ilə gedmir, amma axırı vaxtı necəsə depressiyadayam. Bilmirəm. Hər bir bloger də belə bir şey olur, bilirəm. Konkret biraz stres yaşayıram, bilmirəm niyə. Elə bil mənə elə gəlir, nəsə düz eləmirəm. Ya da öhdəmə çox bir şey götürmüşəm. Həm TikTok, həm Instagram, həm YouTube. Bilmirəm. Əminəm ki, hər şey yaxşı olacaq. Sadəcə narahatçılıq normaldır da məncə. Video dayandı nədənsə. Əslində yer qurtardı, amma ki iCloud-da mən yer almışam, hər ay ödəniş eləyirəm. Niyə belə bir şey oldu bilmirəm. Və universitetdə mənə qarşı düzgün hərəkət olmadı. Bir dənə qız tərəfindən. Mən universitetə gəlmişdim, ilk günlər idi. Və orada bir dənə ya ikinci ya üçüncü kurs oğlan var idi. Və o oğlan nömrəmi istəmişdi. Mən vermədim. Hansı ki bizi hər yeri gəzdirirdi. Və birdən görürəm ki, bir gün tanımadığım nömrədən mənə salam, necəsən gəlir. Özü gecə saat 11, 10 nəsə bir şeydir. Salam yazıram və soruşuram kimdir. Və kim olduğunu mənə deyir. O momentdə mən qərar verirəm ki, öyrənim kim o nömrəni verib. Halbuki başa düşürəm kim verə bilər. Bizdə sinifkom var idi, hansı ki sonra dəyişdi həmən sinifkom. Hansı ki jurnalı daşıyırdı. Jurnalda da bizim nömrəmiz, ünvanımız, hər şey var idi. Mən də deyirəm ki, kim verib? Deyir ki, deməyəcəm də. Düzgün olmaz. Qərar verirəm, yalandan deyim ki, bilirəm düzgün deyil. Deyirəm kim verib? Mən deməyəcəm həmən şəxsə. Çünki bilmək istirdim ki, kim insan belə boş-boşuna qız nömrəsi belə verə bilər. Və mənə həmin sinifkomun adını çəkir. Adını çəkən kimi mən bloka atıram.
Səhərsi gün mən çox gözləyirdim. Deyəsən gecikmişdi. Qız. Mən də o vaxt da idmanla məşğul olurdum. Özü çox. Hamı da bunu bilirdi. Bir müddət mənə hələ idmançı deyirdilər. Çünki mən birinci zala gedirdim, sonra universitetə gedirdim. Və yaxud da universitetə gedirdim, sonra zala gedirdim. Dedim ki, gedək çıxaq çölə. Danışaq. Belə tam yadımda deyil. Deyəsən özünə götürmürdü ki, o verib. Qorxdu, yəni bilmədim. Və sonra necəsə oldu, elə bir itələşmək kimi bir şey oldu da. Konkret döymək məsələsi yox, itələmək məsələsi oldu. Mən onu. Sonra bizim sinifin oğlanları yəni ayırdılar bizi. Deyir ki, yəni bu qız indi bunu eləyəcəkdi. Çünki mən idmanla məşğul idum. Mənim fikrim yox idi kimsədir. Prosta mən çox əsəbləşmişdim. O məni itələr, mən onu itələk, belə bir şeydi. Mən də heç vaxt aqressiv olmayan insan. Əsasən də mühitdə, yəni evdə nəyisə əsəbləşə bilərəm, nəsə qışqıra bilərəm. Bu normalda hamıda olur. Amma mühitdə heç vaxt özümü belə göstərmərəm. O qədər məni bu cürnatdı ki, yəni özünə insan götürmür də. Deyir, yox. Amma nömrəmi verib, nə haqla? Və mən ümumiyyətlə geyimdə çox müasirəm. Müasir də idim. O da mənə döndü bu momentdə dedi ki, yəni sən qısa yubka geyinirdin də, yəni mən dedim ki, yəni nömrəmi asanlıqla vermək olar. 2-3 gündür universitetdəyik, heç bir-birimizi normal tanımırıq. Çox qısa yubka, yəni qıçdan biraz yuxarı. Biraz. Özü bütün hamı mənə çox hörmətlə yanaşırdı. Heç vaxt da pis gözlə eləmirdilər. Çünki biri var qısa geyinirsən, özü biraz başqa cür aparırsan. Biri də var ki, mənim stilim budur. Heç kimi də yaxın buraxmıram. Məndə elə idi. Və o ağlında qərar verdi ki, mənim nömrəmi verə bilər asanlıqla. Və ona görə belə bir şey oldu. Bu mənim ilk böyük və axırıncı böyük bir belə dalaşma fason bir şeyim oldu. Bəlkə də o sözü işlətməsəydi, bu itələşmə məsələsi olmazdı həqiqətən. Ona görə belə. Sonradan yəni normal danışırdıq. Məni yaxından tanıdı, bildi ki, elə deyiləm. Amma ki, öz ağlında belə bir düşüncələrin yaranmağı mənə biraz qəribəmə gəldi. Amma cürbəcür insanlar var. Ona görə belə dedim sizə bundan da biraz danışım, böyle bir hekayədən biraz danışım. Əslində daha maraqlı hekayələr var idi. Sadəcə mən dedilər universitetdə dalaşmaq falan olub. Dedim o vaxtda biraz sizə danışım. Əslində daha çox olub. Amma ki, belə itələşmə falan yox, sözlə. Uşaqlar, sizlə Nanul ASMR idi. Əgər bəyəndinizsə like qoyun və takip atın. Burada köhnə videolarımdan biri olacaq. Baxmamısınızsa baxın. Burada da loqom duracaq. Takip atın. Basırsınız və takip atırsınız. Sabahədək əzizlərim.